Uşaqlar normal gəlir sizə, yəni aydın gəlir. İndi baxın. Bəli. Deməli, karbon turşuları. Karbon turşuları nəyə deyilir? Yəni üzvü karbon turşuları. Tərkibində, belə molekulun tərkibində deməli karbohidrogen radikalı və ya hidrogen atomundan və bir və ya bir neçə karboksil qrupundan ibarət olan maddələrə karbon turşuları deyilir. Yəni karbon turşularının fərqi nədir? Karbonil qrupunda, yəni bildiyiniz C, O belə bu formada. Karbonil qrupunun bir tərəfində OH olur, bir tərəfi isə radikal və yaxud da hidrogenə birləşir. Bu növ maddələrə deyirlər karboksil qrupu. Tərkibində karboksil qrupu olan birləşmələr də adlanır karbon turşuları. Deməli, karboksil qrupunun birləşdiyi radikalının növünə görə karbon turşuları 3 yerə bölünür. Doymuş karbon turşuları, doymamış karbon turşuları və aromatik karbon turşuları. Bu nəyə görədir? Radikalımız doymuş alkil radikalı olarsa doymuş karbon turşularıdır. Radikalımız doymamış karbon turşularında isə doymamış alkinil radikalı olarsa və yaxud da alkinil radikalı, yəni ki, alkenlərin radikalı, alkadenlərin radikalı olarsa, bu da olur doymamış karbon turşuları. Yəni belə deyək də, radikal hissəsində ən azından 1 və 1-dən çox pir abidəsi olur. Aromatik turşularda isə radikalın özü olur fenil radikalı. Ən azından 1 ədəd fenil radikal olur. Yəni ki, benzolun radikalı, fenil, C6H5. Bu formada olan radikal olan karbon turşusu adlanır aromatik karbon turşuları. Həmçinin də karboksil qrupunun sayına görə də karbon turşuları bir neçə yerə bölünür. Tərkibində bir ədəd karboksil qrupu olanlar bir əsaslı karbon turşuları adlanır. Məsələn, qarışqa turşusu, sirkə turşusu və s. Tərkibində 2 karboksil qrupu olanlar 2 əsaslı karbon turşuları adlanır. Misal üçün, oksalat turşusu və yaxud da 3 karbonlu 2 karboksilli malon turşusu, 4 karbon 2 karboksil kəhrəba turşusu, 6 karbon 2 karboksil adipin turşusu, 4 karbonlu deməli kəhrəba turşusunda bir rabitə burada əmələ gəldikdə malein turşusu, benzol növbəsi ətrafında 2 karboksil qrupu 1,4 vəziyyət, para vəziyyətdə tereftal turşusudur və s. Birinci başlayırıq uşaqlar doymuş karbon turşularından. Doymuş karbon turşuları, doymuş bir əsaslı karbon turşuları nəyə deyilir? Tərkibindəki radikal hissəsində alkil radikalıdır və bir ədəd karboksil qrupu olan maddələrdir. Bunlar doymuş bir əsaslı karbon turşularıdır. Yəni, sadə formu deyək, necə alınır bu formul? Alkanlar CnH2n üstəgəl 2, alkanların bir hidrogeni qopardılır, əvəzinə bir karboksil əlavə olunur. Olur CnH2n üstəgəl 1 COOH. Bu bir forması. İkinci forma, alkenlərə bir oksigen artıranda, yadınızdadır, ketonlar alınırdı. 2 oksigen artıranda isə aldehidlər. Elə bir ki, ketonların deməli uşaqlar, aldehidlərin təkrar oksidləşməsindən əmələ gələn maddələrə elə bil ki, karbon turşuları deyilir. Elə bir CnH2n-O aldehiddir, CnH2n-O2 isə karbon turşularıdır. Yəni, bir oksigen əlavə oksidləşmə gedib, elə bil, bir oksigen artırıbdır. Deməli, bu oldu karbon turşularının ən sadə formulu. Deməli, baxırıq ilk nümayəndələrindən qarışqa və sirkə turşusuna və yaxud da elmi adı metan, etan turşuları. Metan turşusu elmi adı, digər adı qarışqa turşusu, tarixadır və yaxud da formik asid, formiat turşusu. Bu, bunun formulu, adı. Bu, gördüyünüz kimi qrafik formuludur. Karboksil qrupunun birləşən hissəsi sol tərəfdən hidrogenlə birləşir. Bu isə özü karboksildir. Və bildiyiniz kimi bir rabitə 2 elektrondur. Bir rabitə 2 elektron, gördüyünüz kimi. 2 qat rabitə isə 4 elektron. Bu da elektronların quruluşu. Bu isə mil kürəcik və kürəcik modelləridir. Eyni tendensiya təkrarlanır analogiya sirkə turşusunda. CH3COH, etan turşusu, COH quruluşu olduğu kimi qalıbdır. Bu isə metil radikalıdır. CH metil radikalı. Bu da gördüyünüz kimi elektron quruluşu bir rabitə 2 elektrondur. Hər iki maddədə oksigenlərin 2 cüt elektronu sərbəst qalıbdır, istifadə olunmur. Burada da onun kimidir. Bu da mil kürəcik və kürəcik modelləri. Deməli, karboksil qrupunun özündə olan quruluşa baxırıq. Karboksil qrupunda oksigenlərin
elektron mənfiliyi karbondan çox olduğuna görə oksigenlər özünə karbondan elektron çəkir. Buradakı deməli oksigenlərin elektron sıxlığı bu karbonda elektron sıxlığı azaldığına görə bura getdiyinə görə bu oksigenə məcbur buradakı elektronlar karbona tərəf çəkilir və burada da elektron sıxlığı deməli hidrogendən özünün elektron çəkdiyinə görə hidrogen kation olur. Deməli burada indi birazdan bunu biz karbon turşularının kimyəvi xassələrini də izah eləyəndə bax buradakı karboksil qrupunda baş verən bu dəyişkənliklər, bu gedişatlar bizə orada çox kömək edəcəkdir. Yəni turşunun karbon turşularının qüvvətliyi və sair bax buradakı baş verən hadisə orada yenə izah olunacaq ətraflı. Yəni burada məsələ nədir? Karboksil qrupun OH-ındakı oksigen hidrogen elektronlar çəkir özünə. Buradakı oksigen də bu karbondan elektronlar çəkir özünə. Gördüyünüz kimi 2 qat rabitəli. Burada elektron sıxlığı çəkilir özünə. Məcbur bu karbonun delta müsbət olduğuna görə, elektron defisiti olduğuna görə, çatışmazlıq olduğuna görə bu oksigen özünə elektron çəkir və bu hidrogen də ona görə qopur. Yəni ona görə karboksil qrupundan H niyə qopur? Burada elektron sıxlığı azaldığına görə. Bunu artıq biz dəfələrlə demişik alkanlardan bəri. Deməli, molekulunda en sayda karbon atomu olan doymuş bir əsaslı karbon turşusunda. Birinci nəyə baxırıq? Polyar kovalent rabitənin sayı. Sadə düstura baxaq. CnH2nO2. Bir də buradakı düstur. CnH2n plus 1 COOH. Çox zaman bu düstur istifadə olunur. Burada isə rabitə söhbəti olanda buna baxın. Sadəcə bu karboksil qrupundakı olan bu hissəyə baxın, buna. Qalanları normaldır. Deməli, polyar kovalent rabitənin sayı. Sadə düstura baxın. Hidrogenlərin hamısı 2n. Bir də karboksil qrupunda polyar kovalent rabitə nə qədərdir? 2 qat rabitə karbonla oksigen polyar, karbonla oksigen tək qat polyar. 2 plus 1, 3. Deməli, 2n plus 3. Gördünüz, karboksil qrupunda 3 rabitə hər zaman olur. Bir də hidrogenlərin hamısı polyar kovalent rabitədir. 2n, bir də buradakı 3 rabitə, standart olan rabitə, karboksil qrupunda. 2n plus 3. Yəni, buna əzbər ehtiyac yoxdur. Ümumi rabitələrin sayı. Ümumi rabitənin sayı nə qədərdir? Polyar kovalent rabitə 2n plus 3. Üstəgələk, nə qədər karbon varsa, bu düsturda, nə qədər karbon varsa, sadə formulda. Da buna ehtiyac yoxdur o qədər. Əsas sadə formuldur. Deməli, nə qədər karbon varsa, bildiyiniz kimi alkanlar kimi karbonların sayından bir vahid əksik, karbonlar arasında qeyri-polyar kovalent rabitə var. Bunları toplayırsunuz. Neçə eləyir? 3n plus 2 tutardı. Yəni, görürsünüz, yenə qayıtdıq alkanlara. Çünki bir əsaslı doymuş karbon turşuları sanki alkanlardan törəmədir ona görə. Cəmi siqma rabitənin sayısı. Karbonların arasında karbondan bir vahid əksik, hidrogenlərin hamısı siqma rabitə, bir də karboksil qrupunda 2 qat rabitənin biri, tək qat rabitənin özü 2. Bunların hamısı siqma rabitədir. Cəmi neçə eləyir? 3n plus 1. 3n üstəgələk 1. Gördüyünüz ödədir. Karbon atomlarının hibrit orbital sayısı. Bildiyiniz kimi, alkanlar kimi bir karbon sadəcə 2 qat rabitəli oksigenlə sp2-dir. Qalan R radikalındakı olan karbonlar alkil radikalında olanlar olduğuna görə hamısı sp3-dür. Onda en sayda karbondan birini çıxın, bir karbon sp2-dir, qalanları sp3-dür. En çıxaq bir karbon hamısı sp3-dür. Bunu 4-ə vurun. Bu nəyi verir? sp3 bulutların cəmini verir. Üzərinə əlavə edin, üzərinə əlavə edin. Bir karbondakı sp2 bulutların cəmini. Yəni 1s2p eləyir 3. Bunların cəmi neçə eləyir? Deməli 4n çıxaq 4 üstəgəl 3. O da bərabərdir 4n çıxaq 1. Gördüyünüz kimi. Hibrit orbital sayısı alkanlardan bir vahid əksikdir. Nəyə görə bir vahid əksikdir? Bir karbon sp2-dir ona görə. Sanki yəni aldehidlər, baxın aldehidlərə oxşuyur, eyni şeydir. Aldehidlər kimi bir karbon sp2-dir, qalanları sp3-dür. Doymuş aldehidlərdə olduğu kimidir, eyni sayda. İndi baxın uşaqlar, molekulunda eyni sayda karbon atomu saxlayan doymuş bir əsaslı karbon turşuları üçün olanları tapaq, yazaq. Eyni şeylər soruşur. Ümumi atomların sayısı. Bu düstura baxın. CnH2nO2, N2n, 3n üstəgəl 2. 3n üstəgəl 2. Nisbi kütlə, karbonun sayını 12-yə vurun, 12n, hidrogenin sayını 1-ə vurun, 2n, oksigen sayını da 16-ya vurun, üstəgəl 32. Protonların sayı, karbonun sayını 6-ya vurun, 6n, hidrogenin sayını 1-ə vurun, 2n, oksigen sayını da 8-ə vurun. Bir oksigende 8 proton var. 2 dəfə 8, 16. Neytronların sayı, bir karbonda 6 neytron, 6n, hidrogen neytronu yoxdur, 0.
2-yə vuraq 0, 0. 1 oksigende 6, 2 oksigende 2 vuraq 1 oksigen 8, 2 oksigende 2 vuraq 8. Cəmi edir 6n plus 16. Hidrogen atomlarının sayı. Bəli, burada gördüyünüz kimi H nə qədərdir? 2n. İndi uşaqlar, alkanlarda olduğu kimi eyni şeydir. Baxın, alkana, alkın, alkin, alka deyənlərdə. Bizim öz düsturumuzdakı eni məhsul götürün, enin qiymətini məhsul götürün. Öz düsturumuzu. Ancaq veriləni məlum. Üyümə atomların sayı nə qədərdir? Bu düsturu məhsula çevirin. CX, H2X, O2. Məhsulla ifadə edən zaman ümumi atomların sayı x, 2x üstəgəl 2. O da edir 3x üstəgəl 2. Deməli, bu bərabərdir 3x üstəgəl 2-yə. Burada x-i n ilə ifadə eləyin. 3x bərabərdir 3n, x də bərabərdir n. Yəni, x-imiz n-dir. Onda bu düsturumuz elə özüdür, sadə düstur. CN, H2, NO2. Karbonların sayı nə qədərdir? X bərabərdir n-ə, n qədər. Sonra nedir uşaqlar? Deyir ki, karbonun hibrid orbital sayı. Bizim bu öz ana düsturumuzu NX ilə götürəndə bayaq tapmışdıq. Hibrid orbital nə qədərdir? Karbonun sayından 1-i çıxıb 4-ə vurursunuz, üzərinə 3 gəlirsiniz. O da 4-in çıxaq 1. N əvəz x götürün. Deməli, bu düstur bərabərdir 4x çıxaq 1-ə. X-i n ilə ifadə eləyin. Deməli, x-i n ilə ifadə edəndə buradan da 4x bərabərdir 4n plus 4, x də bərabərdir n plus 1. Deməli, karbon sayısı n plus 1-dir. Karbon sayısı n plus 1 yerinə yazın. Cn plus 1, H2 vurulsun n plus 1, 2n plus 2, O2. Bu düstura görə uşaqlar, cəmi sigma rabitə nə qədərdir? Karbonların sayından bir vahid əksik karbonlar arası sigma rabitə, yəni karbonla karbon n plus 1 n sayda, nə qədər hidrogen varsa, hidrogenlərin hamısı sigma rabitədir həmişə. Bir də, baxın, bayaq demişdim, karboksil qrupunda, burada hidrogen var, bunu saymışıq. Bu 3 rabitə var. Biri sigma, biri pi və biri sigma. 2 sigma buradadır, üstəgələk 2. O dedir 3n plus 4. 3n üstəgəl 4. Bəli. Nisbi kütlə, bizim öz düsturumuz burada. Nisbi kütlə nə qədərdir? CX, H2X, O2 götürəndə məhsulla. 12x, 2x də bu 14x plus 32. Bu bərabərdir